məsələ nəticəsini gecə tezi tapacaq. Mən istəyirəm ki, xalq dəstəkləsin, mən paylaşım. Nə problemdir ki? Tək ki siz istəyin, tək ki siz dəstəkləyin. Amma siz bəzi məsələlərdə mən meydanda özümü tək görəndə, özümü yormaq belə istəmirəm. Çox sağ olun gözəl sözləriniz üçün, minnətdaram. Mən meydanda tək qalmaq istəmirəm. Qalası da deyirsiniz, siz bir meydanda bir arkasab ol deyil. Tanımam, onu üzüm belə görməmişim. Bu günlərim hansı bir dənə tiktoker tutuldu ya, adı da yadımdan çıxdı, S ilə başlayırdı. Səydə, nə idi ayaq qızın qadın adı? 10 sutka verdilər ya ona. Təzəyəcən tutulub. Eşidirsinizmi? Bəli. Eşidirik, kim idi o bilmirəm. Mən pokerlərdən çox o qədər Səkinə. maraqlanmıram. Allah'ın olsun mən də maraqlanım. Buradan yazılar Səkinə deyirlər. Səmaya deyir, belə Səkinə deyir. Leyla xanım, indi onu deyirəm ki, yəni nədən rəl gəlir? Bax, pis vəziyyətdə olan ailələr ki var hal-hazırda, indiki vəziyyətdə. Səsim gəlir. Hə, Sevinç xanım. Səkinə, hə, Səkinə. Görəkli də onu. Hə, indi açıldı. Wi-Fi birini bağla da, interneti bağla ki, qarşılaşmasın, ona görə hel olanda problem yaradır. Üzü bir dənə. Bildik, oxuduq, bəli, bildik. Mən o arada bir dənə qoy skrin eləyim, yadımdan çıxmasın. Mən girib onu axtarıb baxacam, görüm nədir o elə. İndi mən bura bilərəm də belə. Sabahlarında fikir bildirəndə bəziləri yazsın ki, bu qız da ancaq dava axtarır. Hansı mövzuda fikir bildirirsən, deyirlər ki... İxtiyarı var baxmağa, bu onun hüququdur. Leyla xanım, bu Arzu Sevinç xanım bir məsələ üstündə söhbət oldu. O vaxt Səidə Bəkir qızının haqqında bir söhbətimiz olmuşdu. Sevinç xanıma çoxu dəstək durdu, sonradan da çoxu dala durdu. Yadına gəlir Sevinç xanım. Ay biz yanınızdayıq, ay biz arxanızdayıq. Söhbət nədən gəlir? Fakt olan sözlər dedim. Öyrət bəy, mən ümumiyyətlə sizin qadanınızı alaram. Artıq bu kimi vədlərə inanıb, Əliyeva çox sağ olun. Bu kimi vədlərə inanaraq, kiməsə güvənərək hansısa bir yola girmirəm ümumiyyətlə ki, ay cəmaət nədir? Sabah mən tutulsam, hansısa bir məsəl üçün deyək, hansısa bir dövlət problemini ictimailəşdirdiyim üçün, məsəl üçün də deyək ki, həddimi aşdım, nəysə artıq bir sözlər dilə gətirdim və mənə tutdular. Siz elə bilirsiniz ki, kimsə gəlib mənim yanımda dayanacaq orada. Heç. Yəni, ona görə də başınıza dönüm. Yəni mən özümə güvənərək, öz doğrularımı müdafiə edərək bir yola girirəm və yanımdadılar, arxandayıq deyən insanlara güvənərək yox. Sevinç xanım, bir də bilsən burada... Bu arada apellyasiya məhkəməsi var idi. Bugün yox, dünən. Çünki artıq 12-ni keçib. Bununla bağlı mənim, belə deyək, vəkilimin də dilə gətirdiyi tərzdə Orxan Rasifoğlu çap elədi Unikal Azda, Az saytında və təbii ki öz səhifələrində. Belə deyək də, bugün məhkəmələrdəyik, heç bir problem yoxdur. O bir dəfə söz dedi, indi onu bugün paylaşacağım bu arada, axşama doğru ki, mən sürünürmüşəm məhkəmə. Mən doğru bildiyim heç bir şeyə görə heç vaxt peşman olmuram. İstəyir mən burada, özüm mən Füzuli qeydiyyatıyam, baxmayaraq ki, Bakıda ev almışam da, amma kupça verilməyib də, hələ müqavilə ilə almışam deyə. Xeyirli olsun. Çox sağ olun. Allah olmayanlara nəsib etsin. Yəni mən hələ qeydiyyata düşə bilməmişəm deyə burada Füzuli qeydiyyatıyam və avtomatik məni kimsə məhkəməyə verəndə mən yox. O özü də sürünə gəlir Horadizə. Məsəl üçün bir dəfə özü vəkiliylə məcbur idi. İndi ikinci dəfə də mütləq gəlməlidir. Ona görə kim sürünür ortadadır. Mən öz torpağıma gedirəm. Getmişkən də belə pis çıxmasın. Laçına getdim, Zəngilana getdim. Gəzməyimdən də qalmıram. Gedib Qarabağımı görürəm və eyni zamanda da ölənlərimin də qəbrinə gedib bir Quran oxutdururam, qayıdıb gəlirəm. Bunun adı sürünməkdirsə, mən belə sürünməyə varam. Onda belə sürünməklə bizim Kəlbəcərə də gəlməlisiniz də, yaddan çıxmasın. Gələk də, siz bizi qonaq çağırın, biz gələk. Haçan istəyirsiniz, canla başla, qulluğunuzda. Bu arada mən çox istəyirəm əslində Kəlbəcərə gələsiydim. Sadəcə bir ara ümumiyyətlə qoymurdular axı, ora portal... Narahat olmayın, portal problem deyil. Siz qonaq portalından problemlisiniz. No problem, nə vaxt istəsəz, haçan istəsəz, günü səhərdən deyin. Məsəl üçün 6 bazara düşməsin, hadi deyin, bərbaşdan biləsiniz ki, yəni 5-ci gündən qabaq olsun ki, 4-cü, 5-ci günü ələfəs olsun ki, buranda 5 günlük olur da, qonaq portalı kimi, qonaq qismində gəlib qalırsınız. Mən heç elə Şuşaya da getməmişim.
El oğluma deyə qalmışam. Nə olar mən ona? Leyla xanım, gəlin qoşulun mənə gedək də. Nə problem? İnşallah gedək. Qarşılayıram sizi. Açsan istəsəz gözümüzdə yeriniz var Allah'ın olsun. Bax Şöhrət bəy, bax bu kayıtlar qalır ha. %100%. TikTok'da yox, belə dildən çıxır, dilimdən çıxar. Bir də gördünüz ki, sizi sabahları rüsvay elədim ki, söz verdi, tutmadı. Canla başlayın. Hiçbir siz gəlin, problemsiz. Mavi dənizləyir bizi də aparın. Bir də gördünüz, bax buradakı 833-ün yarısını yığdım, gəldim. Bax günü səhər gəlin Allah'ın olsun, yəni problem yoxdur. Kəlbəcər zonasına, yəni nə vaxt sizi canla başlayın qulluğunuza. Allah razı olsun, çox sağ olun. Ağdərədir, Kəlbəcər. Yəni yolum bizim Siz mənə direktdə yazarsınız ki, mən sizi itirməyim. Yaxşı, lazım olanda gələndə deyəcəm sizə. Mütləq xəbər başdır. edin. Ya deyəm, yəni takibimdə varsınız sizin, siz məni takip eləməmisiniz. Zaura gedəcəyik Şuşa tərəfə zada. Məni də aparacaqsınız. Gəlin. Ay Leyla xanım, belə pis çıxmasın. Tək ki siz istəyin, bir neçə günümüzü biz həsr edərik o gəzintilərə. Bir gün Şuşaya gedərik, bir gün zaten Şuşaya gedəndə bir neçə kəndlərdə bölgələrdə gəzmək olur da. Gedək də, gedək. Nə problem? Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu günü bizə yaşadıqdır. Amin, Başda cənab prezidentimizə ömür versin Allah. Yəni tarixən 200 il müddətində Azərbaycanın üstündə olan bir qara ləkəni götürdü. Şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı versin. Yatsaq yuxumuza gəlməzdi. Dərbəndin yarısı Azərbaycanın, Tehranın yarısı Azərbaycanın, Tiflisin yarısı Azərbaycanın. Yəni gedən torpaqlarımız qayıtmamışdı. İnanılmaz da bir işdir ki, yəni bu torpaqlar qayıdar. Allah'ın bu gününə şükür. Amma nə vaxtda istəsəz bir Qarabağlı olaraq canla başdan qulluğunuzdayıq. Bu yeri zahmata həmişə deyirəm ki, yeri zahmatlar bizim qulluğumuzda olublar. Nə vaxtda oldu, öz evləridir ora bizim evlərimiz. Can, Allah'ın olsun bizim bir yoldaş var, Bərdəli. Çox sağ olun. Bu nə gözəl